Yahudilər və xaçpərəstlər müsəlmanlara dedilər: hidayət yolunu tapmaq üçün Yahudi və xaçpərəst olun. Ya Muhammed, onlara de, ən doğru olan İbrahimin dininə tabi olun. O müşriklərdən deyildi. Deyin ki, biz Allaha, bizə nazil olan Qur'ana, İbrahim, İsmail, İshak, Yəqub və onun övladına nazil olunana, Musaya, İsa'ya və ayrı peyğəmbərlərə, Rəbləri tərəfindən verilənlərə iman gətirmişik. Bunlardan heç birinin arasında fərq qoymuruq. Biz Allaha təslim olanlardanıq. Əgər onlar da sizin iman gətirdiyiniz kimi iman gətirsələr, şübhəsiz ki, hidayət yolunu taparlar. Üz döndərsələr, həqiqətən kim bəsləmiş olarlar. Allah onların qarşısında sənə kifayət edər. O həqiqətən hər şeyi eşidən və biləndir. Ey möminlər, deyin, biz Allahın dinini qəbul etdik. Dini Allahın dinindən daha gözəl olan kimdir? Biz yalnız ona ibadət edirik. Ey Muhammed, kitab əhlinə de, siz Allah barəsində bizimlə mübahisə edirsinizmi? Halbuki o, bizim də Rəbbimizdir, sizin də Rəbbinizdir. Bizim əməllərimiz özümüzə, sizin əməlləriniz isə özünüzə aiddir. Ona sadiq olub və sədaqətlə pərəstiş edən bizik. Yoxsa siz İbrahim, İsmail, İshak, Yəqub və onların övladlarının Yəhudi və ya xaçpərəst olduqlarını söyləyirsinizmi? Ey Muhammed, onlara de, siz yaxşı bilirsiniz, yoxsa Allah yaxşı bilir? Allah tərəfindən gələn şəhadəti öz yanında gizlədən şəxsdən daha zalim kim ola bilər? Allah sizin gördüyünüz əməllərdən qafil deyildir. Onlar gəlib getmiş bir ümmətdir. Onların etdikləri əməllər özlərinə, sizin də əldə etdikləriniz özünüzə aiddir. Onların etdikləri əməllər barəsində sizdən soruşulmaz. İnsanlardan bəzi düşüncəsizlər deyəcəklər ki, müsəlmanları qabaqki qiblələrindən döndərən nədir? Ey Rəsulum, onların cavablarına de, şərq də, qərb də Allahındır. O, istədiyi şəxsi doğru yola hidayət edər. Beləliklə, sizi orta bir ümmət etdik ki, insanlara şahid olasınız və Peyğəmbər də sizə şahid olsun. Bundan əvvəl üz tutduğun qibləni məhz Peyğəmbərə tabi olanlarla Peyğəmbərdən üz çevirənləri bir-birindən ayırt etmək üçün təyin etmişdik. Bu iş isə Allahın hidayət etdiyi kimsələrdən ayrısına ağır gələcəkdir. Allah sizin imanınızı və əvvəlki qibləyə qıldığınız namazları zayi edən deyildir. O, şübhəsiz ki, insanlara çox şəfqətli və mehribandır. Ey Rəsulum, biz sənin üzünün göyə tərəf çevrildiyini görürük. İndi isə səni razı olacağın bir qibləyə tərəf döndərdik. Öz üzünü Məscid-ül Hərama tərəf döndər. Ey müsəlmanlar, siz də harda olsanız, üzünüzü oraya döndərün. Kitab verilmiş kimsələr bunun haqq olaraq öz Rəbləri tərəfindən gəlmiş olduğunu çox yaxşı bilirlər.
Allah onların əməllərindən qafil deyildir. Kitab verilmişlərə hər cür möcüzə gətirsən də, üz tutduğun qibləyə tabi olmazlar. Sən də ki, onların qibləsinə tabi olan deyilsən. Onlar da bir-birlərinin qiblələrinə tabi olmazlar. İndi isə sənə gələn bu elmdən sonra onların nəfsani istəklərinə uysan, şübhəsiz ki, sən də zülümkarlardan olarsan. Kitab verdiyimiz kimsələr öz övladlarını tanıdıqları kimi Peyğəmbəri də tanıyırlar. Onlardan bir dəstəsi də haqqı bilə-bilə gizlədirlər. Bu haqq Rəbbindəndir ki, şübhə edənlərdən olmayasın. Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə bir-birinizi qabaqlamağa tələsin. Harda olursunuzsa olun, Allah sizi bir yerə yığacaqdır. Həqiqətən Allah hər şeyə qadirdir. Ey Rəsulum, hər bir yerə gedərkən üzünü Məscid-ül Hərama tərəf döndər. Şübhəsiz ki, bu sənin Rəbbinin tərəfindən gələn haqdır. Allah əməllərinizdən qafil deyildir. Ya Rəsulum, hər hansı bir yerdən səfərə çıxarkən üzünü Məscid-ül Hərama tərəf döndər. Siz də harda olsanız, üzünüzü ona tərəf döndərin ki, özlərinə zülm edənlərdən başqa sizin əleyhinizə bir eyib tutmasınlar. O zülmkarlardan qorxmayın. Yalnız məndən qorxun ki, mən sizə verdiyim neymətimi tamamlayım. Bəlkə də siz bununla haqq yolu tapasınız. Həmçinin öz içinizdən ayələrimizi sizə oxuyan, sizi nəfslərinizi təmizləyən, kitabı və hikməti sizə öyrədən və bilmədiyiniz şeyləri bildirən bir Peyğəmbər göndərdik. Beləliklə, məni yad edin ki, mən də sizi yad edim. Mənə şükür edin və küfrə düşməyin. Ey iman gətirənlər! Səbr etmək və namaz qılmaqla Allahdan kömək alın. Həqiqətən Allah səbr edənlərlədir. Allah yolunda öldürülmüşlərə və şəhid olanlara ölülər deməyin. Əksinə onlar diridirlər. Lakin siz bunu dərk eləmirsiniz. Əlbəttə ki, biz sizi biraz qorxu ilə, biraz acılıqla, biraz da can itkisi, mal və məhsul qıtlığı ilə imtihan edərik. Ey Rəsulum, bu kimi imtihanlara səbr edən bəndələrim üçün müjdə ver. Onlar o kəslərdir ki, başlarına bir müsibət gəldiyi zaman biz Allaha məxsusuq və əlbəttə ki, ona tərəf qaydacağıq, deyərlər. Rəbbiləri tərəfindən gələn məğfirət və rəhmət onlara aiddir və hidayətə çatmışlar da məhz onlardır. Həqiqətən, Səfa və Mərva Allahın əlamətlərindəndir. Demək, Allahın beyti olan Kəbəsində həccini və ya ümrəsini yerinə yetirmək məqsədində olan şəxs üçün hər ikisini, Səfa və Mərvanı təvaf etməyində heç bir maneçilik yoxdur. Hər kim könüllü olaraq vacib əməldən əlavə bir yaxşı əməl eləsə bilsin ki, Allah həqiqətən yaxşı mükafatlandıran və biləndir. Göndərdiyimiz açıq aydın dəlilləri və hidayət yolunu kitabda insanlara açıqladığımızdan sonra gizlədənlərə həm Allah, həm bütün lənət edə bilənlər lənət edərlər. Ancaq tövbə edənlər, özünü islah edənlər və həqiqəti açıqlayanlar ayrı,
onları bağışlayaram. Mən tövbələri qəbul edən və mehribanam. Allahın, mələklərin və bütün insanların lənəti kafirlərə və kafir halında ölənlərə olsun. Onlar bu lənət içində həmişəlik qalanlardır. Nə onların əzabları yüngülləşdiriləcək, nə də onlara möhlət veriləcəkdir. Sizin tanrınız vahid olan Allahdır. Ondan başqa bir tanrı yoxdur. O bağışlayan və mehribandır. Həqiqətən göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir-birini təqib etməsində, insanlara mənfəət yetirmək məqsədi ilə dənizdə üzən gəmilərdə, ölmüş yeryüzünü Allahın göydən yağış yağdırıb yenidən diriltməsində, cürbəcür heyvanları onun hər tərəfinə yaymasında, küləklərin dolandırılmasında və göylə yer arasında Allahın əmrinə tabi olan buludlarda ağıl və düşüncə sahibi olan insanlar üçün dəlillər və əlamətlər vardır. İnsanların içərisində Allaha şərik qoşanlar, şərikləri də Allahı dost tutduqları kimi dost tutanlar da vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbətləri daha dərindir. Əgər özlərinə zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüvvət və qüdrətin Allaha məxsus olduğunu və onun əzabının şiddətli olmasını bilərdilər. O zaman tabi olunmuş bütpərəstlərin rəisləri tabi olan bütpərəstlərdən uzaqlaşacaq, əzabı görəcək və aralarındakı əlaqə qırılacaqdır. O zaman tabi olanlar, əgər dünyaya qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq deyərlər. Allah bu cür onlara əməllərinin həsrətdən ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxan deyirlər. Ey insanlar! Yer üzündəki şeylərdən halal və təmiz olanlarını yiyin. Şeytanın izlərinə uymayın. Həqiqətən o, sizə açıq-aşkar düşməndir. O, sizə ancaq pis və xilaf işlər görməyinizi və Allaha qarşı bilmədiyiniz şeyləri söyləməyinizi əmr edər. Onlara Allahın göndərdiklərinə tabi olun deyildiyi zaman, biz atalarımızın getdikləri yolu izləyəcəyik deyirlər. Bəs ataları bir şey anlamayıb, doğru yolda deyildilərsə necə? Onda yenə də atalarının yolunu izləyəcəklərmi? Kafirlər səda və nidadan başqa bir şey anlamayanlara bənzərlər. Onlar kar, lal və kordular. Buna görə də dərk etməzlər. Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin təmizindən yeyin və əgər Allaha ibadət edirsinizsə, ona şükr edin. Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və kəsildiyi zaman Allahdan ayrısının adı ilə kəsilənləri yeməyi haram etmişdir. Lakin məcburi halda naçar qalarkən həris olmamaq və həddi aşmamaq şərti ilə bunları yeməyin günahı yoxdur. Allah həqiqətən bağışlayan və mehribandır. Allahın göndərdiyi kitabdan bir şey gizlədən və onunla azacıq bir şey alanlar və onu ucuz qiymətə satanlar, qarınlarını oddan başqa bir şeylə doldurmazlar.
Qiyamət günündə Allah onları danışdırmayacaq, onları təmizliyə çıxarmayacaq. Onlar üçün ağırlı əzab vardır. Onlar hidayəti satıb zəlalət və azğınlığı alan və bağışlanmaq əvəzinə əzabı qazanan kəslərdilər. Məyər onlar cəhənnəm oduna nə qədər dözümlü olacaqlar. Bu ona görədir ki, Allah kitabı haqq olaraq göndərmişdir. O kitab barəsində ixtilaf edənlər isə şübhəsiz ki, həqiqətdən uzaq bir nifaq içindədirlər. Yaxşılıq təkcə üzünüzü gün çıxana və gün batana çevirmənizlə deyildir. Həm də yaxşı əməl edən şəxs əslində Allaha, axirət gününə, mələklərə, kitab və peyğəmbərlərə inanıb, malını özünə çox istəkli olmasına baxmayaraq, yaxın qohumlarına və ya peyğəmbərin yetimlərə, yoxsullara, yolda qalmışlara, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılan, zəkat verən, əhd bağladıqda əhdlərinə sadiq qalan, darlıqda, sıxıntıda və döyüş zamanı səbr edən kəslərdən ibarətdir. İmanlarında doğru olanlar və təqvalılar da məhz onlardır. Ey iman gətirənlər! Qəsdən öldürülənlər haqqında sizə qisas vacib oldu. Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində öldürə bilərsiniz. Öldürülən şəxsin din qardaşı, vərəsəsi tərəfindən qatilə müəyyən bir şey bağışlandıqda, öldürülənin vərəsəsi tərəfindən olunmuş bağışlanmanın müqabilində yaxşı rəftar etsin və ehsana riayət edərək onun qanının qiymətini ödəsin. Bu hökm Rəbbiniz tərəfindən cəzanızı yüngülləşdirmək, həm də bir rəhmətdir. Bundan sonra təcavüzkarlıq edən şəxs üçün ağırlı əzab vardır. Ey ağıl sahibləri! Bu qisasda sizin üçün həyat vardır. Ola bilsin ki, təqvalı olasınız. Sizin üçün qərara alınmışdır ki, hər biriniz ölüm vaxtı çatanda qoyub gedəcəyiniz maldan, valideynlərinizə, yaxın qohumlarınıza ədalətlə bəyənilmiş surətdə vəsiyyət edəsiniz. Bu iş təqvalılar üçün borcdur. Hər kim vəsiyyəti eşitdikdən sonra dəyişdirsə, günahı yalnız onu dəyişdirənlərin boynunadır. Həqiqətən, Allah hər şey eşidən və biləndir. Amma hər kəs vəsiyyət edənin səhvə düşməsindən və ya günaha batmasından qorxduqda varislərin aralarında sülh etsə, onun üçün heç bir günah yoxdur. Allah bağışlayan və mehribandır. Ey iman gətirənlər! Sizin üçün oruc yazılmışdır, vacib olmuşdur. Necə ki sizdən əvvəlkilərə vacib idi. Ola bilsin ki, təqvalı olasınız. Oruç tutmaq sayı müəyyən edilmiş günlərdir. Amma sizdən hər kim naxoş olsa, yaxud səfərdə olsa, tutmadığı günlərin sayı qədər ayrı günlərdə orucunu tutmalıdır. Oruç tutmağa taqəti olmayanlar da yoxsulu doyuracaq qədər kəffarə verməlidir. Hər kəs öz meyli ilə xeyr iş görərsə, bu ona daha yaxşı olar. Əgər bilsəniz, oruç tutmaq nə qədər sizin xeyrinizədir. Ramazan ayı insanlara doğru yol göstərən, doğru ilə əyrini bir-birindən ayırt edən,
və Qur'an nazil olan aydır. Bu ayı görənlər bu ayda oruç tutmalıdırlar. Naxoş olan və səfərdə olanlar tutmadığı günlərin sayı qədər ayrı günlərdə tutsunlar. Allah sizin üçün asanlıq istəyir. Sizə çətinlik istəmir. Allah Ramazan ayında qeyd olunmuş səbəblər üzündən tuta bilmədiyiniz orucun sayını tamamlamanızı istəyir. Sizi Allah düz yola yönəltməsinə görə ona təzim edin. Bəlkə də şükr edəsiz. Bəndələrim məni səndən soruşan zaman onlara söylə ki, mən onlara çox yaxınam. Dua edib məni çağıranın duasını qəbul edirəm. Onlar da gərək mənim çağırışımı qəbul edib mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola hidayət olsunlar. Orucluq gecələrində qadınlarınıza yaxınlaşmaq sizə halal edilmişdir. Çünki onlar sizin örtüyünüzdür və siz də onların örtüyüsüz. Allah sizin öz nəfslərinizə xəyanət edəcəyinizi bilirdi. Buna görə də onu sizdən keçdi və sizi bağışladı. Artıq onlarla təmas yaradın. Allahın sizə qərarı aldığını onlardan tələb edin. Sübh açılıb, sübhün ağ sapı gecənin qara sapından seçilənə və dan yeri ağarana qədər yeyin və için. Sonra gecəyə qədər orucunuzu saxlayıb tamamlayın. Məscidlərdə ibadət halında olduğunuz zaman qadınlarınızla təmas qurmayın. Bunlar Allahın hökmləridir və çalışın ki, bu hökmlərin həddini aşmayasınız. Allah öz ayələrini insanlara bu cür aydınlaşdırar. Bununla belə bəlkə təqvalı olalar. Aranızda bir-birinizin mallarınızdan bir qismini haqsız yerə yemək üçün günah yolu ilə rüşvət kimi hakimlərə verməyin. Bir halda ki, özünüz düzünü yaxşı bilirsiniz. Ey Muhammed! Bir gecəlik ayların barəsində səndən soruşanda de. Onlar insanlara və həc əməlləri üçün vaxt ölçüləridir. Evlərə arxa tərəfdən girməyiniz yaxşı iş deyildir. Yaxşı iş insanın təqvalı olmasıdır. Evlərə qapılardan daxil olun və Allahdan qorxun. Ola bilsin ki, nicat tapasız. Sizə qarşı vuruşan kimsələrlə siz də Allahın yolunda vuruşun, lakin həddi aşmayın. Həqiqətən Allah həddi aşanları sevməz. Onları harda tapsanız öldürün. Sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Ona görə ki, fitnə qətldən daha pisdir. Bununla belə, Məscid-ül Həram yanında onlarla döyüşməyin ki, onlar da orada sizinlə döyüşməsinlər. Amma onlar döyüşə başlasalar, siz də onlarla döyüşün. Kafirlərin cəzası belədir. Əgər onlar vuruşdan və Allaha şərik qoşmaqdan əl çəksələr, şübhəsiz ki, Allah bağışlayan və mehribandır. Onlarla o qədər döyüşün ki, yer üzündə heç bir fitnə qalmasın və din yalnız Allaha məxsus edilsin. Əgər üz tutduqları yollarından əl çəksələr, onlarla işiniz olmasın. Çünki zülmkarlardan savayı ayrısına düşmənçilik edilməz.
Bu haram ay o haram ayın əvəzindədir. Bütün hörmətlər əvəzli və qarşılıqlıdırlar. Demək, hər kim sizə təcavüz etsə, siz də onun təcavüz etdiyi kimi ondan əvəz alın. Allahdan qorxun və bilin ki, Allah təqvalılarlandır. Malınızdan Allah yolunda xərcləyin. Özünüzü öz əlinizlə təhlükəyə salmayın. Yaxşılıq eləyin ki, Allah yaxşılıq eləyənləri sevər. Allahdan ötürü həcc və ümrə əməllərini tamamilə yerinə yetirin. Və əgər bəlli bir səbəbə görə bir maneçilik varsa, mümkün olan bir qurbanlıq göndərin. Qurbanlıq öz yerinə çatmayana kimi başınızı qırxmayın və ehramdan çıxmayın. Və sizdən xəstə olan ya başından əziyyətə düşən bir şəxs olarsa, çarəsizlikdən ehramda başını qırxmalı olsa, başını qırxmaq üçün kəffarə olaraq oruç tutmalı, ya sədəqə verməli, yaxud qurban kəsməlidir. Təhlükədən əmin olduğunuz zaman, ümrə ilə həcc təməttü əmalını yerinə yetirənlər, müyəssər olan qurbanlığı kəsməlidirlər. Qurbanlıq tapa bilməyən şəxs isə, bunun əvəzində həcc günləri vaxtında 3 gün, qaydandan sonra isə 7 gün oruç tutmalıdır ki, bu üst-üstə 10 gün tamamdır. Bu həcc təməttü və ümrə-i təməttü ailəsi Məscid-ül Həramda, Məkkə və Məkkənin ətrafında sakin olmayanlar üçündür. Allahdan qorxun. Bilin ki, Allahın cəzası ağırdır. Həccin vaxtı bəlli aylardır. Bu aylarda ehram bağlamaqla həcci özünə vacib edən şəxs bilsin ki, həcc əsnasında yalan danışmamalı, qadınla yaxınlıq və mücadilə etməməlidir. Allah gördüyünüz hər bir xeyir işi bilir, xeyir əməllərlə axirətiniz üçün tədarük görün. Ən yaxşı azuqə təqvadır. Məndən qorxun, ey ağıl sahibləri! Rəbbinizin fəzl və kərəminin ruzisini diləməyinizdə heç bir günah yoxdur. Ərəfatdan köçdüyünüz zaman Məş'ərül Həramda Allahı yad edin. Və onu yad edin necə ki, bundan əvvəl azmışlardan idiniz və o sizi doğru yola hidayət etdi. Sonra xalqın köçdüyü və yaxud döndüyü yerdən siz də köçün. Allahdan bağışlanmaq diləyin. Şübhəsiz ki, Allah bağışlayan və mehribandır. Həcc mərasimini tamamlayıb qurtaranda, atalarınızı yada saldığınız kimi, hətta ondan daha qüvvətli şəkildə Allahı yad edin. İnsanlardan eləsi də vardır ki, deyir, Pərverdigara, bizə nə verəcəksənsə elə bu dünyada ver. Belə şəxslərin axirətdə heç bir payı yoxdur. Və onlardan bəzilər də deyirlər, Pərverdigara, bizə bu dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi cəhənnəm əzabından qoru. Onlar qazandıqları əməllərdən bir pay aparacaqlar. Allah tezliklə haqq hesab çəkəndir. Ey həccə gələnlər! Sayı bəlli olan günlərdə Mina dağında Allahı yad edin. Hər kəs təqvalı olmaq şərti ilə tələsib 2 gündə əmalı yerinə yetirsə, ona heç bir günah yoxdur. Eləcə də yubanana, 3 gündə əməlləri yerinə yetirənə də günah yoxdur. Allahdan qorxun və bilin ki, onun yanına cəm olacaqsınız. İnsanlardan eləsi vardır ki,
dünya həyatı haqqındakı sözləri səni təəccübləndirir. Qəlbində olana Allahı şahid gətirər və Allaha and içər. Halbuki o, düşmənlərin ən qəddarıdır. Üz çevrəndə isə yer üzündə fitnə fəsad törətməyə çalışar. Əkinləri və nəsilləri məhv edər. Halbuki Allah fitnə fəsadı sevməz. Ona Allahdan qorx deyilən zaman qürur onu günaha sövq etdirər. Beləsinə cəhənnəm kifayətdir. Ora isə necə də yaman, pis bir yerdir. İnsanlardan eləsi də var ki, Allahın razılığını qazanmaq yolunda öz canını fəda verər. Allah öz bəndələrinə qarşı çox mehribandır. Ey iman gətirənlər, hamılıqca İslama və ya sülhə gəlin. Şeytanın izlərinə uymayın. Həqiqətən o sizə aşkar düşməndir. Əgər bu qədər aydın dəlillər gələndən sonra yenə də yoldan azarsızsa, bilin ki, həqiqətən Allah izzət və hikmət sahibidir. Yoxsa onlar gözləyirlər ki, Allahın əmri ağ bulud kölgələri içində əzab mələkləri ilə gəlsin və işi tamam eləsin. Şübhəsiz ki, bütün işlər axırda Allaha qayıdacaqdır. İsrail övladından soruş, biz onlara nə qədər açıq, aydın dəlillər göndərdik. Allahın neməti gələndən sonra kimsə onu dəyişdirsə, bilsin ki, Allahın cəzası ağırdır. Kafirlər üçün dünya həyatı zinətlənmişdir və onlar iman gətirən şəxslərə məsxərə eləyirlər. Halbuki təqvalılar qiyamət günü onlardan üstündülər. Allah istədiyi şəxsə saysız hesabsız ruzu verər. Bütün insanlar əvvəldə bir ümmət idilər. Allah onlara bəşarət verən, xəbərdarlıq edən peyğəmbərlər göndərdi və onlarla birlikdə insanlar arasında ixtilaf etdikləri xüsuslarda hökm etmək üçün haqq olan kitabı da nazil etdi. Halbuki özlərinə açıq aydın dəlillər gəldikdən sonra aralarındakı kin və həsəd üzündən ixtilafda olanlar kitab verilmişlərdən başqaları deyildi. Nə var ki, Allah iman gətirən şəxsləri üstündə ixtilaf etdikləri şeydə öz izni ilə həqqə tərəf yönəldər. Allah istədiyi şəxsi doğru yola hidayət edər. Yoxsa ey müsəlmanlar, sizdən əvvəl gəlib gedən insanların başına gələnlər sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızı güman edirsiniz. Ruzi darlığı və sıxıntı onları bürümüşdü. Elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla olan möminlər Allahın köməyi nə zaman gələcəkdir deyirdilər. Agah olun, həqiqətən Allahın köməkliyi yaxındır. Ey Peyğəmbər! Səndən nə infaq edəcəkləri barədə soruşanlara de. Malınızdan infaq edəcəyiniz hər bir xeyrat ata-anıya, yoxsul qohumlara, yetimlərə, yoxsullara və yolda qalmışlara məxsusdur. Gördüyünüz hər xeyir işi şübhəsiz ki, Allah biləndir. Sizin xoşunuza gəlmədiyi halda sizə cihad vacib olmuşdur. Xoşlamadığınız bir çox şeylər var ki, sizə xeyirlidir. Eləcə də xoşladığınız bir çox şeylər var ki, sizin zərərinizədir. Allahın bildiyini siz isə bilmirsiniz. Haram ayda döyüşmək haqqında səndən soruşanlara de, o ayda döyüşmək böyük günahdır. Lakin Allah yolunu bağlamaq, ona kafir olmaq, Məscid-ül Hərama daxil olmağa mane olmaq və oradakiləri oradan çıxarmaq
Allah yanında daha böyük günahdır. Fitnə döyüşdən daha betərdir. Onların gücləri çatsa sizi dinlərinizdən döndərənə kimi sizinlə döyüşdə olarlar. Sizdən hər kim dinindən dönsə və kafir olaraq ölsə, dünya və axirət əməlləri boşa çıxar. Onlar cəhənnəm əhlidirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və hicrət edib Allah yolunda cihad edənlər, onlar Allahın rəhmətinə bel bağlayanlardır. Allah bağışlayan və mehribandır. Səndən şərab və qumar barəsində sual edərkən, onlara de, onlarda həm böyük günah, həm də biraz maddi mənfəətlər vardır. Lakin günahı faydalarından çoxdur. Həm də səndən xəbər alırlar ki, nəyi infaq etsinlər? De, öz ehtiyacınızdan artığını, Allah öz ayələrini sizə bu cür açıqlayır. Ola bilsin ki, fikirlərinizi işlədəsiz. Dünya və axirət işlərində düşünmək üzündən səndən yetimlərin haqqında sual edirlər. Onlara de, onların işlərini sahmana salmaq xeyirlidir. Əgər onlarla bir yaşayırsınızsa, onlar da sizin qardaşlarınızdılar. Allah fasiqi də, salihi də tanıyır. Əgər Allah istəsəydi, sizi məşəqqətə salardı. Həqiqətən Allah izzət və hikmət sahibidir. Allaha şərik qoşan qadınlar iman gətirməyincə, onlarla evlənməyin. Əlbəttə, Allaha iman gətirmiş bir kəniz, gözəlliyinə heyran qaldığınız müşrik bir qadından daha yaxşıdır. Ha belə, müşrik kişilər Allaha iman gətirməyincə, möminə qadınları onlara verməyin. Əlbəttə, Allaha iman gətirən bir qul camalına heyran qaldığınız müşrik bir kişidən daha yaxşıdır. O müşriklər sizi cəhənnəmə tərəf çağırırlar. Allah isə sizi öz izni ilə cənnətə və bağışlanmağa tərəf çağırır. Və ayələrini insanlara aydınlaşdırır ki, bəlkə ibrət alalar. Səndən heyz barəsində soruşurlar. Onlara de, heyz əziyyətli bir haldır. Heyz alında olan xanımlardan kənarda olun və təmizlənməyincə onlara yaxınlıq etməyin. Təmizləndikdən sonra Allahın sizə əmr etdiyi kimi onlara yaxınlaşın. Allah həqiqətən tövbə edənləri və paklananları sevər. Ey möminlər! Qadınlarınız sizin övlad əkdiyiniz tarlanızdır. İstədiyiniz vaxt tarlanıza yaxın gəlin. Özünüzə qabaqcadan yaxşı əməl göndərin. Allahdan qorxun və bilin ki, onunla qarşılaşacaqsınız. Ey Rəsulum, möminlərə cənnətlə müjdə ver. Allahı andlarınızın əsası etməklə onu yaxşılıq etməməyinizə, günahdan çəkinməməyinizə və cəmaatın arasında barışıq yaratmamağınıza görə qərar verməyin. Allah eşidən və biləndir. Allah bilmədən içdiyiniz andlara görə sizi cəzalandırmaz. Lakin yalandan və ya qəsdən and içib yerinə yetirmədiyinizə görə sizi cəzalandıracaqdır. Allah bağışlayan və həlimdir. Övrətlərinə yaxınlaşmayacağına dair and içən şəxslər üçün 4 ay gözləmə müddəti vardır. Əgər
andlarını sındırıb, kəffara verib yaxınlıq etsələr, Allah da bağışlayan və mehribandır. Və əgər boşamaq istəsələr, əlbəttə ki, Allah eşidən və biləndir. Boşanmış qadınlar 3 dəfə heyz görüb, təmizlənənə qədər gözləməlidirlər. Əgər o qadınlar Allaha və axirət gününə inansalar, Allahın onların bətinlərində yaratdığını gizlətmələri onlara rəva deyildir. Və onların ərləri islah etmək istəsələr, bu müddət ərzində onları qaytarmağa layiqdirlər. Onların boynunda kişilərin haqları olduqları kimi, onların da kişilərin boynunda müəyyən haqları vardır. Ancaq kişilərin onlara bir dərəcə üstünlükləri var. Allah izzət və hikmət sahibidir. Təlaq 2 dəfə mümkündür. Ondan sonra ya qadını yaxşı saxlamaq, ya xoşluqla buraxmaq lazımdır. Qadınlara verdiyinizdən bir şeyi tələb etməyiniz sizə rəva deyildir. Bu yalnız hər ikisinin Allah hüdudunu yerinə yetirməməklərindən qorxduqları zaman mümkündür. Demək, əgər onların, ər-arvadın Allahın hüdudunu yerinə yetirməyəcəyindən qorxarsınızsa, arvadın ərinə bir şey verməsində heç biri üçün günah yoxdur. Budur Allahın hökmləri. Ondan çıxmayın. Allahın hökmündən çıxanlar zülmkarlardılar. Əgər onu 3-cü dəfə boşasa, ondan sonra o qadın ayrı bir kişi ilə evlənməyincə ona halal olmaz. Əgər 2-ci əri onu boşasa, Allahın hökmünü yerinə yetirəcəklərini bildikləri təqdirdə bir-birinə qayıtmalarında heç bir günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın açıqladığı hökmlərdir. Qadınlarınızı boşadıqda və onların gözləmə müddəti başa çatdıqda, onları ya xoşluqla saxlayın, ya da xoşluqla buraxın. Əziyyət etmək, zərər vermək və haqlarına təcavüz etmək üçün onları saxlamayın. Hər kəs bu işi görsə, əslində özünə zülm etmiş olur. Allahın ayələrini lağa qoymayın. Allahın sizə verdiyi neməti, öyüd nəsiyyət almağınız üçün sizə göndərdiyi kitabı və hikməti yadınıza salın. Qorxun Allahdan. Bilin ki, Allah hər şeyi biləndir. Qadınları boşadıqda və gözləmə müddətləri başa çatdıqda, yaxşılıqla aralarında razılaşdıqları təqdirdə, onların ərləri ilə evlənməklərinə mane olmayın. Bu öyüdlərlə ancaq sizdən Allaha və axirət gününə iman gətirən şəxsə nəsihət verilir. Bu sizin üçün çox bərəkətli və pakizədir. Allah bildiyini siz bilmirsiniz. Analar öz uşaqlarına 2 il tamam süd versinlər. Bu hökm, süd verməyi təkmilləşdirmək istəyən şəxs üçündür. Anaların layiqinca yeməyi və geyimi uşaq atasının öhdəsindədir. Heç kəs gücündən artıq vəzifələnməz. Heç bir ana və heç bir ata uşağına görə zərər çəkməsin. Anaların nəfəqəsi varisini öhdəsinə olduğu zamanda varis üçün də hökm belədir. Əgər ana və ata hər ikisinin razılaşma və məsləhətləşməsi ilə uşağı 2 ildən tez süddən ayırmaq istəsələr, onlara heç bir günah yoxdur. Əgər öz uşaqlarınızı süd anasına əmizdirmək istəyirsinizsə, sizə heç bir günah yoxdur. Bu şərtlə ki, öhdənizə aldığınız əmək haqqını müəyyən olmuş qayda ilə ödəyəsiz.
qorxun Allahdan və bilin ki, həqiqətən Allah sizin etdiklərinizi görəndir. Və sizdən ölənlərin qoyub getdiyi qadınlar 4 ay 10 gün gözləməlidirlər. Hərgah öz iddələrini başa çatdırsalar, daha onların öz barələrində elədikləri yaxşı işlərdə heç bir günah yoxdur. Allah gördüyünüz işlərdən xəbərdardır. Vəfat iddəsində olan qadınlara kinayə ilə elçilik eləməyinizdə ya istəyinizi ürəyinizdə gizlətməkdə bir günah yoxdur. Allah sizin onları xatırlayacağınızı bilir. Lakin onlarla gizlində vədələşməyin. Ancaq onlara şəraitə müvafiq olan bir söz deyə bilərsiniz. Müəyyən olmuş vaxtı çatmayınca onlarla evlənmək fikrində olmayın. Bilin ki, həqiqətən Allah sizin qəlbinizdə olanı bilir. Belədirsə, ondan həzər edin və bilin ki, Allah bağışlayan və həlimdir. Yaxınlıq etməyib, kəbin haqqını müəyyən etmədiyiniz qadınlarınızı boşamağınızın günahı yoxdur. Onları layiqincə varlılar, varları qədər, yoxsullar isə gücləri çatdığı qədər faydalandırın. Bu iş yaxşılıq edənlərə bir borcdur. Və onları yaxınlıq etməzdən əvvəl və kəbin haqlarını təyin etdiyiniz halda boşasanız, təyin etdiyinizin yarısını onlara verməlisiniz. Ancaq onlar özləri, yaxud nigah müqaviləsi əlində olan səlahiyyətli şəxs, nigah haqqını bağışlaya bilərlər. Ey kişilər, sizin bağışlamağınız təqvaya daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın. Şübhəsiz ki, Allah sizin elədiklərinizi görəndir. Namazları, xüsusilə orta namazı gözləyin və dua edərkən Allah üçün ayağa qalxın. Əgər qorxsanız, piyada və ya minik üstə namaz qılın. Arxayın olduqda isə, qabaqcalar bilmədiyinizi öyrətdiyi kimi Allaha zikr edin, namaz qılın. Sizdən ölüb, arvadlarını qoyub gedən şəxslər öz qadınları üçün vəsiyyət etsinlər ki, vərəsələr onlara 1 il müddətində baxsınlar və onları ərləri evindən çıxarmasınlar. Özləri çıxıb getdikləri təqdirdə, öz barələrində şəriətə müvafiq şəkildə gördükləri işlər üzündən siz günahkar deyilsiniz. Allah izzət və hikmət sahibidir. Boşanmış qadınları xoş görülən bir şəkildə faydalandırmaq təqvalılar üçün bir vəzifədir. Allah sizə öz ayələrini bu cür aydınlaşdırar ki, bəlkə anlayasınız. Minlərcə adamın ölüm qorxusundan, öz yurdlarından çıxıb getdiklərini görmədimmi? Allah onlara ölün dedi və sonra onları diriltdi. Həqiqətən, Allah insanlar üçün mərhəmət sahibidir. Və lakin insanların çoxu şükr etməzlər. Allah yolunda döyüşün və bilin ki, Allah eşidən və görəndir. Allah yolunda könül xoşluğu ilə halal mallarından verən kimdir ki, Allah da onun əvəzini qat-qat artıq versin. Allah sıxıntıya salar və sıxıntını açar. Siz onun yanına qaytarılacaqsınız. Musadan sonra Bəni İsraildən bir dəstə Əyan Əşrəfin başına gələnləri görmədinmi? O zaman ki, onlar öz peyğəmbərlərindən birinə dedilər, bizə bir hökmüdar göndər ki, Allah yolunda döyüşək. O da onlara dedi,
sizə döyüş əmri gələndə döyüşməsəz necə? Onlar dedilər, niyə gərək Allah yolunda döyüşməyək? Bir halda ki, yurdumuzdan və övladlarımızın yanından çıxarılmışıq. Sonra isə onlara döyüşmək əmri gəldikdə, az bir qismindən başqa hamısı üz çevirdilər. Allah zülümkarların halından agahdır. Peyğəmbərləri onlara dedi, həqiqətən Allah siz üçün Talutu padşah göndərdi. Dedilər, bizə necə padşah ola bilər bir halda ki, biz şahlığa ondan daha haqlıyıq. Həm də heç ona bol mal dövlət verilməmişdir. Peyğəmbərləri dedi, həqiqətən Allah onu sizdən üstün seçib, elmdə və cisimdə ona üstünlük vermişdir. Allah öz hökmranlığını istədiyinə verər. Allahın rəhməti genişdir və hər şeyi biləndir. Peyğəmbərləri onlara dedi, həqiqətən onun hökmranlığının əlaməti Musaya verilən sandığın sizə də verilməsidir. Onun içində sizin üçün Rəbbiniz tərəfindən bir rahatlıq, həm də Musa və Harun nəslindən baqi qalan şeylər vardır. Onu mələklər daşıyacaqlar. İman gətirmiş olsanız, sizin üçün onda qəti bir dəlil vardır. Talut öz qoşunu ilə yurdundan ayrıldığı zaman dedi, Allah sizi bir çay vasitəsilə imtihan edəcək. Hər kim onun suyundan içsə, o, mənim dinimdən deyildir. Hər kim ondan dadmasa, yaxud bir ovucdan artıq götürməsə, o, məndəndir. Lakin onların az bir qismindən başqa hamısı o sudan içdilər. Talut və onunla birlikdə olan möminlər çaydan keçdikdən sonra, bugün bizim Calut və onun ordusu ilə döyüşməyə taqətimiz yoxdur, dedilər. Allahın rəhmətinə qətən qovuşacaqlarına inanan şəxslər isə dedilər. Bir çox vaxt olub ki, az bir dəstə Allahın izni ilə çox bir dəstəyə qalib gəlib. Doğrudan da Allah səbr edənlərlədir. Onlar Calut və onun ordusu ilə üz-üzə gələndə dedilər, Pərverdigara, bizə bollu səbr ver, qədəmlərimizi sabit et və bu kafir qövmə qalib gəlmək üçün bizə kömək ol. Nəhayət, Allahın izni ilə onları məğlub etdilər və Davud Calutu öldürdü. Allah Davuda padşahlığı və hikməti verdi. İstədiyini də ona öyrətdi. Əgər Allah insanların bəzisini bəzisi ilə dəf etməsəydi, yeryüzü fəsada çəkilərdi. Lakin Allah bütün aləmlərə mərhəmət sahibidir. Bunlar Allahın ayələridir ki, haqq olaraq sənə oxuyuruq və həqiqətən sən peyğəmbərlərdənsən.